Salam. Əgər dadlı peçeni hazırlamaq istəyirsinizsə, onda bu videoya axıra kimi baxın. Bu peçeniyəli mütəkkələri mən döymə xəmirdən hazırlamışam. İndi sizlərə göstərəcəm. İçərisi necə gözəldir, qozludur. Əzildikdə görürsünüz necə oxalanır. Çox dadlı olur. Hazırlama qaydası budur. 120 qram yağ götürmüşəm. Yağ mütləq yumşaq halda olmalıdır. Gördüyünüz kimi üzərinə 200 qram şəkər əlavə edirəm. Əvvəlcə yağla şəkəri birləşdirirəm. Tam birləşdirildikdən sonra üzərinə burada videoda düşməyib, amma mən yazıram qramını. 100 ml duru yağ əlavə edirəm. Bir də vanilya əlavə edirəm. Yaxşı-yaxşı qarışdırıram. Tam bir-birinə birləşdikdən sonra burada artıq görürsüz, mən duru yağı əlavə etmişəm. Tam bir-birinə qarışana kimi qarışdırıram. Çətin deyil, asandır. Və daha sonra üzərinə yenə burada videoda düşməyib, mən yazıram 2 yumurta əlavə edirəm. Yenə də yumurtanı da tam qarışana kimi qarışdırıram. Yumurta da qarışdıqdan sonra üzərinə 2 xörək qaşığı qarğıdalı nişastası əlavə edirəm. Və daha sonra az-az hissə-hissə 600 qram unu, bir də bir paket qabartma tozu əlavə edirəm. Əvvəlcə 600 qram undan 200 qramını əlavə edib qarışdırıram. Daha sonra yenə 200 qram qarışdırıram. Bu xəmirin kıvamının birdən bərk olmaması üçün edirəm. Axırıncı 3-cü stəkanı da bu şəkildə qarışdırıram və xəmirin kıvamı bu şəkildə olur. Görürsünüz, bu şəkildə olmalıdır. Buna pisoçnik xəmir də deyirlər. Daha sonra xəmiri altına və üzərinə qoz fındıq əzintisi əlavə edirəm. İçərisinə qoz fındıq içərisinə heç bir şey əlavə etmək lazım deyil. Şəkər, vanilin və ya hansısa bir ədviyyat lazım deyil qarışdırmaq. Sadəcə qoz fındıq əzintisi xəmirin alt və üst hissəsinə əlavə edirəm. Xəmirin kənarları qırılacaqdır. Buna heç də fikir verməyin. Əlinizlə düzəldin. Mən bu şəkildə etdim, düzbucaqlı formasında və 2 hissəyə ayırdım. Daha sonra 3 bucaqlar kəsdim mütəkkə hazırlamaq üçün. Sizlər yumru formada da edə bilərsiniz. Və yumru formadan yenə 3 bucaqlar formasında kəsə bilərsiniz. Yəni necə mütəkkəni hazırladığımız kimi bu şəkildə rulon edirəm, bükürəm, yəni mütəkkələri. Hər dəfəsində ola bilər ki, xəmir çatlasın, qırılsın. Buna fikir verməyin, əlinizlə düzəldin. Bu onun üçün olur ki, çünki xəmir döymə xəmirdir. Amma bişdiyi zaman heç də formasını dəyişmir, yəni dağılmır, qırılmır. Sobaya götürürəm və 180 dərəcədə bişiririm. Burada gördüyünüz kimi artıq bişir. Videonun əvvəlində də sizə göstərdim. Yenə də qırıb bir hissəsini əzirəm üzərindən. Baxın, görün necə oxantılıdır. Bu şəkildə. İnanın çox dadlı olur. Mütləq hazırlayın. İzlədiyinizə görə təşəkkür edirəm.